Ay belə, çoxluydu. Köhnə o vaxtın farş döşənmə daş yoldu qəşəng. Dağın arası ilə indi yaşıllıq satı yoxdur deyə. Belə görünüb buludlu, çisinli havadır. Bu da qardaşım da əsgərdən gəlindən sorumlarım. Həsən qardaşım birinci dəfədir məndən gəlir. Bir sənə ağacımız var. Hələ biz əkir içsin kimi axmaqlar xeyir dua deməyin də. Hala 2-3 dənə alçaq ağacım var qəşəng. Apar və çiçək yoran. Amma nə tənə deyərlər daha qaqamla var. Xuysuz tapdozla hara etmiş yoxsa gözləksiniz tapdoz. Özümüzdəki özümüz yiyəsi yoxdur da. Onu gördüklərdə Şəkinin dağları, meşələri kimi çoxlu meyvə olan yeri yoxdur. Köhnə bizim kimi təbiət sevənlərsə. Vay 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 vay. Güllü təpədən düşdü. Şəkinin dumanlı mənzərəsi. O duman gəlir bu tərəfdən. Getdik meyvə ağaçlarında alçaq ağaçlarımızı əkmişik. Həsən qardaş. Tapdıq. Hesabla cənnətin qablarını uzağa bağlamışsan. Sən bizdən getmədin. Ləzzətli havadır, qəşəng çiskinli, dumanlı, xırda-xırda. Nə adam tərləmir, nə eləmir. Yəni elə bir yorucu havada öldü də yayın 40 dərəcəsində kimi. Ləzzətli havadır. Qəşəng görünür nə, amma sən demişkən dumandan görünmür. Mən də bir dənə qaqam. Kaçım size? Hadi ben sözüm ayın yeri yoktu. İstirahattir bu arada valla. Bakırsanın yorulur ama şirin yorgunluk. Eşekin fəlcilik, armaturla, betonla ya bunun için sular kapsuzuna yorulmuşsun da işleyir. Sağlam yorulmak, hoş yorgunluk. Lazımdır. Hava da ağırsın, ciyar dolusu da geçen hava gəlir. İnşallah hava yaşlılaşsın. Sen de gələrsin, uzaqları gedərik. Otlu dostlarımız da var. Otda? 3 dəfə burada qaldırmışdı. Kan yaylağına da. Sonra o uşaqlar yerdə. Oynayırdılar, muzqasa çalıb. Baxmamısan videoda. Yazmayacağım. Nə vaxt mən var idim? Sən yox idin. Mən əsgərlikdəydim. Göndərin baxarsan. Olma, gəlməyəcək. Sonra yerli oxutular da var. Ukraynada yaşayan oxutular da var. Onlarla. Görürsən, buradan damcılıydı yenə. Ben de klinikam belə koymuşam. Yaxşı klinika ehtiyatım var idi. Oraya daha dibe getmiş. O getsin. Bu tərəflərdən bıraxmır. Bir dənə. Buradan çox bıraxa daha işləməmiş. Yəni bir yerə. Klinika koymuşam. Aşkı kliniği vurmuşam. Aşkı birini buradan, birini buradan yapıştırmışam. Cedələ. Axırı cedələ. Tapdıq atacam bu necə. Ay tapdıq gelirik Güllü təpəyə Elmar dayına. İllər sonra görüşdük. Salam tapdı. Geçə olan sənə bizi tək bırakınsan. Burada bize aileler sadece kim tapsın? Hindistan'ın oğluna dönəsi yok burada. Canım. Bir de Burada yok ya. Tanıyırsan bu qaqamı? Həsən qaqam var, əlindəsinə bax. Mulamla satma. Mənzərə Güllü təpəyə gelirik. Qəşəng dumanlı, çilsinli havadır, sakit xırda. Əsl dağ havası, ləzzətli havadır. Bura mənə əsər qaqamdır, bax. Cəhət deyirik.
Biz də Rusun dediyi kimi burada Azərbaycanın hərbi karşıyan qazı qardından dağa çıxmasa çıxmaz. Nəfəs ala bilmir də, ha? Allah. Mənə çəkmə bile 60 yaşı var. Çok çəmdə. Ha, yaxşı, nə köçsən amma. Biçimlik canım var, tut. Tez gel, qara, tez gel. Hələ ki. Tez gel, ha? Ulan meyvəsindən sən dərin yiyəsən, biz əşi yox, sən yiyəsən. Gəl. Daş gedir o, atacağım yenə videolar. Dağda yox. Video çəkirəm. Göld. Yağış yağır. Sürmətlərimizi yürüyük də. Ağaçlarımızı əkdik. Şey yok şimdi bura. Ördək ovçun olur göllər. Ya bunlar. Bizim darcının yarağıdır. Güzel, güzel. YouTube'a koyarsınız. Mənim bizim köməyimizi çatdı. Ha. Olmasa biz qaza bilməzdik. Yaylaqlar, yaylaqlar. Şəmşədə yürü. Öz düzəltmiş çəmşən. Ha, öyle. Kvadratdan. Ne var yani bir şeyde siz bastırın da. Həmişə Türk'ün sözü Həsəndən mənə için yiyəsiz. Bir də biz sizin için yiyək. Sizə için biz yiyək, ne olar? Öyrən bizi nazır elə. Nətə əldimsə kras töküldü. Meşələr deyə ucu bucağı yoxdur. Hava çiçidir, görsənmir. Birdir, ikidir. Üçüncü ağacımız. 3 dənə ağacı əkdik. Bunlar da mən əkmişdim. Güllü Bunlar təfi. mənəkənlər var. Nə var? Qırıq əşində almağa dinləndi. Amma heç əmələ gəlməkdir. Ağaçları qoysalar da. Bu qəşəng əmələ gələcək bu ağac. Ha, bu olsa bunlar şey olsun. Bu almamızdır bunu həyata əşkəm. Şurada. Böyle yok daha neyimiz var? İşləmiş. Videodadır. Ha, şey. Hamıya bütün tanıdıklarımı salamlar. Həmbəl olub yine. Gəlin ha, bu gözəlliyi qoyur. Gəlsin. Oturmuşsunuz elə. Nə var ya? Buranın gözəlliyi ayrı şeydir. Betondan asfaltdan çıxın. Evet, vallahi həqiqətən. Qaqamla burada bu alma ağacı qaqamın fayda istədi, alması yoxdur. Bilsəydim qəşəng alma ağacları gətirərdim, inşallah qalıcı gələn dəfər. İnşallah. 3 dənə alçaq ağacı əkdik, bura qismət olsa, eşəklər qırmasalar, biz yeməsək də növbəti gənclərə qismət olar. İnşallah. Sağ olun. Getdik, sağ olun. Yaylaqdır. Dumanızı ləzzətli də ha. Ha. Bu da həqiqətən də çox qəşəng yerdir.